Bildiyiniz kimi, noyabrın 5-8-i Yunanistanın paytaxtı Afina şəhərində yeniyetmələr arasında Avropa birinciliyi olacaq. Biz bu yarışa demək olar ki, dünya çempionatı bitdikdən sonra bir ay istirahət edib, yarışlara hazırlaşmağa başlamışıq. Demək olar, avqust, sentyabr, oktyabr ayların biz gündəlik ATF-in gördüyünüz zalında gündə bir dəfə məşqlərimizlə davam etmişik. Sözsüz ki, təlimata uyğun olaraq məşqlərimiz fiziki hazırlıqdan başlayıb, fiziki hazırlıq, sonra pilometrik məşqlər, sonra isə taktiki, texniki məşqlərlə davam etmişik. İndi hal-hazırda məşqlərimiz taktiki, texniki məşqlər görürsünüz, gördüyünüz kimi. Respublika birinciliyindən sonra biz 4 beynəlxalq turnir və dünya birinciliyində iştirak etmişik. Adlarını qeyd etmək istəyərdim ki, Birləşmiş Ərəb Əmirliyinin Fuceyra şəhərində beynəlxalq turnirdə olmuşuq. Hollandiyanın Eindhoven şəhərində beynəlxalq yarışda olmuşuq. Belçikanın Homel şəhərində beynəlxalq turnirdə olmuşuq və şagirdlərin gimnaziyadası olmuşdu Serbiyada. Orada da komandamız uğurlu çıxış etmiş və nəhayət sonuncu yarışımız Fuceyra şəhərində, Birləşmiş Ərəb Əmirliyinin şəhərində dünya birinciliyi olub. Bu yarışda da vətənə bir bürünc medalla dönmüşük. İndi hal-hazırda komandamız, biz yanvardan məşq etdiyimizə görə, yanvardan hazırlaşdığımıza görə komandamız əvvəlki səviyyəsindən daha yaxşı səviyyədədir. Həm uşaqlar bizə öyrəşiblər, həm biz uşaqlara öyrəşmişik, bir-birimizi yaxşı tanıyırıq. Həm uşaqların təcrübələri artıq bu yarışları səviyyəsində. İdmançılarımıza güvənimiz çoxdur. Biz hər zaman Avropa birinciliklərindən uğurlu nəticələrlə dönmüşük. İndi inşallah inanıram ki, bu Avropa birinciliyində də uğurlu nəticələrlə dönəcək.